Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Resulillah. Rabbi şrahli sadri ve yessirli emri. Ve ahlul uqdeten min lisani yefkahu kavli emme ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Biz deməli silsilə şəkildə qəlbdəki xəstəliklərdən danışırdıq. Bugün daha bir önemli mövzu hakkında danışacağız inşallah. Yani mövzumuzun məğzudur. Ve her bir Müslüman, Allah'a ve ahiret gününe inanan insan bu dünyada əsas qayəsi uca Allah'ın razılığını kazanmaqdır. Yani o olmalıdır insanın qayəsi. Allah Teala öz kitabında bize buyurur: وَمَا خَلَقْتُ الْجِنَّ وَالْاِنْسَ اِلَّا لِيَعْبُدُونَ. Mən cinləri və insanları yalnız mənə ibadət üçün yarattım. Və insan bilməlidir ki, Allah Taala'nın ona verdiyi bu dünya həyatında nemətləri, ruzusu, hər bir şeyi onun üçün bir əmanət qismindədir. Yəni Allah vermiş və sonra sorğu-suala çəkəcək. Məhz Allah Taala'nın razılığını qazanmaq istəyən insan, əbədi həyatda cənnət bağlarını qazanmaq istəyən insan mütləqdir ki, onun qorxacağı şeylərdən biri də nədir? Qiyamət günü onunla pis haqq hesabını çəkilməlidir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm səhih bir hədisdə buyurur: "Mən nuqişəl hisab uzzib." Kimin haqq hesabı təfsilatlı olarsa, yəni uzadılarsa, əzab verirlər, əzab görər, əzablanar. Yəni mömin qiyamət günü sorğu-sual olunduğu zaman, misal olaraq icmallı şəkildə, mücməl şəkildə sorğu-sual olunduqda, namazı qılmısanmı? Bu icmallı bir sorğu-sualdır. Ancaq insanın təfsilatlı şəkildə, misal olaraq onun sorğu-sualı olmağı nədir? Birimizdən soruşsalar ki, namazı qıldın, vaxtında mı qıldın, rükünü necə etdin, səzdəni necə etdin, xuşulu mu qıldın, onu iqamə mi etdin, tez mi qıldın, gec mi qıldın? Yəni bu barədə sorğu-suallar verilərsə, yəni burada qəsd olunan odur ki, kimin sorğu-sualı çoxalarsa həlak olar. Nə üçün insan təfsilatlı şəkildə biz ibadətlərdən danışırıq, günahlardan danışmırıq. İnsan ibadətlərdə təfsilatlı şəkildə sorğu-sual olunarsa həlak olar. Çünki bizim ibadətlərimiz, əksər ibadətlərimiz istəyir ibadətlərin vaxtında olsun, istəyir onun ruhu olan ixlasda olsun, istəyir həmin ibadətlərin xüsusunda olsun, xələllə doludur. Yəni biz daim, maksimum olar ki, yəni müəyyən bir ibadəti düzdür qıldıq, rahatlıq tapırıq. Amma hamımızın həyatında danılmaz bir etiraf, yəni faktdır ki, biz bir neçə ibadəti dalbadan zövq ala bilmirik. Bu səbəb odur ki, yəni bizim ibadətlərimiz xələllərlə doludur. Burada da qəsd olunan odur ki, əgər kim insan ibadətlərində, itaətlərində, əgər təfsilatlı şəkildə Allah Teala onu sorğu-suala çəkərsə, o həlak olar. Təsəvvür edin, bu ibadətlərdədir. Görün, insan günahlarında təfsilatlı şəkildə sorğu-sual olunarsa necə olacaq? Və Allah Teala Quran-ı Kərimin Ər-Rad surəsinin 19-21-ci ayələrində buyurur: "Əfəmən ya'lamu ennəmə unzilə ileykə min rabbikəl haqqu kəmən huvə a'mə innəmə yəzzəkkər ulul əlbəb əlləzinə yufuna bi'ahdilləhi və la yanqudunəl misaq vəllezine yasiluna ma emarallahu bihi en yusala ve yakhşavna rabbahum ve yakhafuna su'al hisab." Rəbbindən sənə nazil edənin haqq olduğunu bilən kimsə korla eyni ola bilərmi?
Bundan ancaq ağıl sahibləri ibrət alırlar. O kəslər ki, Allaha verdikləri sözü yerinə yetirir və əhdi pozmurlar. O kəslər ki, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri birləşdirir. Həm də Rəbbindən pis haqq hesabdan qorxurlar. Bayaq dediyimiz pis haqq hesabdan qorxurlar. Nədir pis haqq hesabı bayaq dediyi qardaşlar? İnsanın etdikləri ibadətlərində onun təfsilatlı şəkildə sorğu-suala olunmasıdır. Bayaq namazı misal verdi. İcmallı şəkildə rahatdır. Ancaq bir müsəlman təfsilatlı şəkildə soruşularsa, əksər hallarda insan həlak olar. Çünki insanın dediyim kimi əməllərində xələl doludur və insan o xələllərdən qurtula bilmir çox vaxt. Hətta Ayşə radiyallahu anhə anamız bu ayə barəsində, bu hədis barəsində soruşur. Və deyir ki, Allah Teala ayədə deyir ki, فَأَمَّا مَنْ أُوتِيَ كِتَابَهُ بِيَمِينِهِ فَسَوْفَ يُحَاسَبُ حِسَابًا يَسِيرًا. Ey Allahın elçisi, bəs biz dedik axı, kimin əməl kitabı sağ əlinə verilərsə, o yüngül bir hesabla hesablanar və يَنْقَلِبُ إِلَى أَهْلِهِ مَسْرُورًا. Və öz əhlinə sevincli harda dönər. Allah Resulü sallallahu aleyhi ve sellem ona dedi ki, həzəl ard. Yəni bu mücməl şəkildə olan bir şeydir. Mücməl olan haqq hesabdadır. Buna görə alimlər belə bir şey deyirlər ki, əgər kimin sorğu-sualını Allah Teala edərsə, çox zaman yəni Allah Teala yəni qullarını qısa sorğu-sual edər. Bu Allahın ona lütfü və əhvidir. Kimin sorğu-sualını mələklər uzadarsa, bu onun üçün həlak olar. Çünki mələklərin insanı təfsilatlı şəkildə sorğu-sual etməsi insanın əzab veriləcəyini və yaxud həlak olacağını göstərir. Bu səbəbdə bizim yaşadığımız xüsusən indiki dövrdə biz yəni dərslərdə dəfələrlə müizə edirik. Yəni müxtəlif qəlbi xəstəliklər barəsində, axirət barəsində, möminin əməllərinin qorxmasından, əməllərin qəbul edilməməsindən qorxması, müxtəlif mövzular barəsində müizələr edirik. Yəni əsas olan qardaşlar, yəni biz bu dərslərdə iştirak edirik, əsas olan bu şeyləri dinləmək deyil. Yəni bizim çalışacağımız əsas şey bu şeyləri həyatımıza tətbiq etməkdir. Yəni bu şeylərin bizim həyatımızda bərəkəti bunu dinləməklə deyil. Bərəkət yalnız nə vaxt gələcək bizim həyatımıza? Biz bu şeylərə əməl edəriksə. Misal olaraq biz pis haqq hesabdan qorxarıqsa. Xüsusən sələfin, Allah qatında, Allah dostlarının əsas göstəricilərindən biri oydu ki, onlar həqiqətən qiyamət günü pis haqq hesabdan qorxurdular. Yəni hesablarının uzadılmasından qorxurdular. Həsən el-Basri rahiməhullah deyir ki, Su'ul hisab el-munaqaşatu fih. Pis hesab onda hesabın uzadılmasıdır. Huwa an yuhasabu bi zunubihim sagiriha və kabiriha. Bu onun nədir? Öz günahları barəsində haqq hesaba çəkilməkdir. Hətta Həsən el-Basri bura günahları da aid edir. Yəni deyir ki, əgər haqq hesab uzadılarsa, nəinki itayətlər, hətta insan kiçik və böyük günahlar barəsində hər biri barəsində sorğu-sual olunar və qurtulmaz. Həmçinin İbn Abbas radiyallahu anh buyurur ki, Su'ul hisab, pis hesab. Və huwa an yuhasabu la tuqbalu hasanatuhum və la tuğfaru seyyiatuhum. Və deyir ki, pis hesab bu hesabdır ki, insanın etdiyi həsənətlər qəbul edilməz və onun günahları da bağışlanmaz. Xüsusən insan Allah Teala ilə olan münasibətində mütləqdir ki, bu şeyə diqqət etməlidir. Yəni qorxmalıdır o haqq hesabdan ki, insan bu dünyada hamımız demək olar ibadətlər üçün müəyyən vaxt ayırırıq. Sübh namazına dururuq. İsti günlərdə oruç tuturuq. Yəni ibadətlər bizdən müəyyən qədər məşəqqət tələb edir. Bəzən anlar çətin olur.
Bu səbəbdən əgər insan etdiyi həqiqətən əməllərində ixlaslıdırsa, həqiqətən Allah Taala'dan cənnət bağlarını istəyirsə, o bilməlidir ki, o daim Allah Taala ilə olacaq haqq hesabı düşünməlidir. Yəni axirət həyatını insan gözünün önündə tutmalıdır. İnsan axirət həyatını gözünün önündə tutmadıqda insan nə olur? Sanki onun üçün axirət bir tərəzidir. Yəni bir şey etdikdə nə edir? O tərəziyə qoyur. Necə edəcəm? Misal olaraq bir itaət edirəm. Namaz qılıram. Doğru mu qıldım? Yanlış mı qıldım? Nə qədər xoş əldə edə bildim? Nə qədər qəlbimi tapa bildim orada? Axı cavab verəcək. Əgər təfsilatlı şəkildə soruşularsa cavab verəcək. Və yaxud günahlar. İnsan günahları edir. Mütləqdir ki, onu axirət tərəsinə qoymalıdır. Mən insanlar mənə tək buraxacaq. Dostlarım, qohum əqrabam məndən uzaqlaşacaq. Axı mən bu günahlara görə tək cavab verəcəm. İnsan mütləq, daim, xüsusən insan tək qaldıqda, Rəbbi ilə baş-başa qaldıqda, yəni bu şeylər haqqında düşünməlidir. Və Allah Taala'dan insan nə istəməlidir? Yəni daim dua edib deməli ki, ey Rəbbimiz bizi rəhmətinlə müamilə et. Yəni lütfunla. Ədalətinlə deyil. Çünki yer üzərində elə bir qul yoxdur ki, Allah onunla ədalətinlə müamilə etsin. Yəni müamilə etsin, o həlak olmasın. Həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləm bilmək lazımdır ki, qiyamət günü ümumiyyətlə bütün insanlar haqq hesab olunacaq. Burada önəmli bir məsələ var. Xüsusən bizim etiqad kitablarında alimlər gətirirlər. Bütün insanlar soruşulacaq. Amma haqq hesab olunmayacaq. Misal olaraq peyğəmbərlər haqq hesab olunmayacaq, amma soruşulacaqlar. Nə barəsində soruşulacaqlar? Misal olaraq peyğəmbərlər çatdırdıqları dəvət barəsində soruşulacaqlar. Çünki Allah Taala Ərəf surəsində nə deyir? "Fələnes'əlennəllezine ursile ileyhim və lənəs'əlennəl mursalin." Biz özlərinə elçi göndərilmiş qövmləri, həmçinin göndərilmiş elçiləri mütləq soru-sual edəcəyik. Yəni Allah Taala'nın peyğəmbərləri soru-sual etməyi, onları haqq hesaba çəkməyə deyil. Çünki Allah Taala onları cənnəti vəd edib. Onlar birbaşa cənnətə daxil olacaqlar. Sadəcə Allah Taala'nın soruşacağı şey onların Allahın risalətini necə çatdırmağıdır. Həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləm vida həccində nə deyir? Və deyir ki, Allahumma qad bəllaqtu, Allahumma fəşhəd. Yəni Allahım mən sənin risalətini çatdırdım. Allahım sən buna şahid ol. Və biz də dedik ki, yəni insanın haqq hesabdan qorxması, bunun da yəni Allah nə üçün biz ondan qorxmalıyıq? Çünki Allah Taala həm kitabında, həm Peyğəmbər sallallahu əleyhi və səlləmin sünnəsində bizim qiyamət günü sorğu-sual olacağımızı bildirir. Çox maraqlıdır özdə. Yəni Allah bizə bildirir nəyi soruşacağını. Bir çox ayətlərdə, bir çox hədislərdə Allah Taala bizə bildirir ki, qiyamət günü bizi nədən sorğu-sual edəcək. Və bizə Allah Taala möhlət verir. Və Peyğəmbər Tirmizinin rivayet etdiyi hədisdə, Abdullah ibn Məsuddan gələn hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur: "La tazulu qadama ibn Adəm yawmal qiyamati hatta yus'al an xams." Bir hədisdə gəlir ki, arba, yəni Adəm övladının 2 qədəmi, yəni soruşulmayınca, bu 4-5 şeydən soruşulmayınca, yəni Adəm övladı məhşər meydanında heç hara tərpənməz. Yəni onun ayaqları bir olduğu yer üzərində sabit qalar. An umrihi fima afnah və an şəbabihi fima ablah və an malihi min ayna iktasabahu və fima anfaqah və maza amilə fima alimə. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm bu hədisdə buyurur ki, nə barəsində soruşulacaq insan? İnsan ömrü barəsində soruşulacaq. İnsan soruşulacaq ki, ömrünü hara xərclədin? Cavanlığını hara həsr etdin? Malını hardan qazandın və hara xərclədin? Və bildiyinə nə qədər əməl etdin? Baxın, bizim xüsusən dünya həyatında ən çox önəm verdiyimiz şey nədir? Yəni biz əsasən nəyə üstünlük görürük? Sanki bütün insanların halında bu var. Allah insanlar ruzunu bol edəndə
İnsan bunu daim Allahın lütfündən sayır. Onun kəramətindən sayır ki, Allah Taala mənə lütf edib, mənə nemətlərini bəxş edib. Həqiqətən insanın həyatında isə elə nemətlər var ki, onlardan daha dəyərlidir. Çünki insan əksər vaxtlarda malı qaytara bilər. Allah malı verə bilir insana. Biz bunun şahidi olmuşuq. Bəzən insan bir müddət imkan sahibi olur, sonra kasıblayır, sonra yenidən varlanır. Amma görmüsünüzmü insanlar qocalıqdan sonra cavanlaşdırılsın? Və yaxud onların hədər etdiyi ömür onlara geri qaytarılsın. Yoxdur bunun misalı. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm ki, "Ömrü", yəni ömrünü harada, necə keçirdin yəni? İnsan bunu düşünməlidir. Allah qiyamət səhnəsində məndən soruşacaq. Peyğəmbərlərin nəfsim, nəfsim dediyi bir gündə uca Allah hər birimizi bu şeylərdən sorumlu tutacaq. Mən ömrümü hara xərclədim? Biz bunu düşünməliyik. Pis haqq hesabdan qorxursa bunu düşünməliyik. Çünki insan ancaq doğru şeylərə və nəticəyə ancaq haqq hesaba göz önündə tutaraq çata bilər. Peyğəmbər sallallahu əleyhi və səlləm bir hədisdə buyurur ki: "Ni'mətani məğbunun fihimə kəsirun minən-nas." İki nemətdir ki, insanların çoxunda aldanmışdır. Əs-səhhətu vəl-fərah, sağlamlıq və boş vaxt. Allah Taala Əsr surəsində nə deyir? "Vəl-əsr", and olsun əsr vaxtına. "İnnəl insənə ləfî xusr." Yəni insan xüsran içindədir. Nəyə görə xüsran içindədir? Çünki o zay edib. Ömrünü, vaxtını, dəyərli nemətləri zay edib. "İlləl-ləzīnə əmənu və amilus-salihati və təvasav bil-haqqi və təvasav bis-sabr." Yalnız iman gətirib yaxşı işlər görənlər, haqqı və səbri tövsiyə edənlərdən başqa. Və sonra ikinci nədir? İnsan cavanlığını hara xərclədi? Bəzən baxırsınız, insanlar ibadət edirlər. Bir müddət sonra deyir, yorulmuşam. Görə biraz yaxşı belədir. Düşünür ki, o yəni ibadət yönlü baxmır məsələlərə bir vaxtdan sonra. Bəzən nemətlər gəlir. Bəzən insan onu dəyərləndirə bilməyəndə elə bilir ki, cavanlığa hədər gedir. Halbuki insan bilməlidir ki, insanın cavanlığını xərcləyəcəyi ən gözəl yer Allah Taala'nın dinidir. Allaha olan qulluğudur. Və bilməlidir ki, bu şey Allah qatında çox əzəmətlidir. Və üçüncü soruşulacağı şey insanın malıdır. Biz keçən dərslərimizdə nə deyirdik? Deyirdik, insanın malı insan üçün həm fitnə ola bilər, həm də nemət ola bilər. Əgər insan o malla Allahla olan münasibətində həm o mala baxmalıdır, həm Allahla münasibətinə baxmalıdır. Əgər o mal Allaha onu yaxınlaşdırırsa, bu onun üçün nemətdir. Əgər uzaqlaşdırarsa, bilsin ki, bu onun üçün fitnədir və bu onu həlakə aparır. Hətta biz çox vaxt, insan hətta ən belə xərclədiyi yer malının öz ailəsidir. Hətta insan belə ailəsinə xərclədiyi şeylərdə salih niyyətləri unutmamalıdır. Yəni, bəzən cəmiyyətdə də olur belə şeylər. Məsələn, insanlar deyir ki, mənim ailəmdir, ayıbdır. Baxmaq lazımdır ailəyə. Düzdür, bu yaxşı bir şeydir əslində, ailəyə baxmalıyıq. Amma salih niyyətlər unudulmamalıdır, xüsusən müsəlmanların həyatında. İnsanın ailəsinə belə xərclədikdə daim niyyətini təzələməlidir. Mən bunu Allah üçün edirəm. Onun üçün etmirəmmi, birdən etmirəm, cəmaət deyər, bu ailəsinə baxmır. Onun üçün etmirəmmi, deyərlər ki, bu uşağına qayğı göstərməyir. Yox, bu şeylərə görə yox. Çünki bunlar salih niyyətlər deyil Allah qatında. Və həmçinin hədisdə buyurur ki, malını hardan qazanıb, hara xərclədiyinə. Yəni biz həmçinin də nəyə baxmalıyıq, qardaşlar? Yəni həyatımızda etdiyimiz ticarətlərdə halallara və haramlara baxmalıyıq. Əgər varsa haram,
Biz bir yol tapıb haramdan qurtulmalıyıq. Yəni biz düşünməməliyik ki, qazandığımız haram bizə nəsə bir xeyir bəxş edə bilər. Əgər insan onu düşünürsə, bir müsəlman, deməli o dünyanın faniliyini başa düşməyib. O dünyanın fani olmağını doğru şəkildə anlamayıb. Yəni gəlib, elhamdülillah, çətinlik olub, etmisən, gözəl. Amma insan əgər ehtiyac olmadığı halda, zəruri bir ehtiyac olmadığı halda, yəni Allahın haram dediyi şeylərdən qaçmırsa, bunun üçün vəbaldır, qardaşlar. İnsan qaçmalıdır o şeylərdən. İstər ticarəti olsun, yəni xüsusən ticarətdə, yəni bu şeylər çox ticarətdə baş verir. İstər başqa sahədə olsun, insan halallara, haramlara diqqət etməlidir. Malında. Çünki haram onun mütləqdir ki, bərəkətini aparacaq. Və beşinci də odur ki, insan bildiyinə əməl etməlidir. Yəni soruşulacaq. Allah Taala ondan bildiyinə nə qədər əməl etdiyini soruşacaq. Və həqiqətən Allah dostlarının onların çox maraqlı bir həyat tərzləri olub. Yəni Allah dostları nəyə baxmazlar, əməllərinin çoxluğuna heç vaxt baxmırdılar. Onlar Allahın nəyə layiq olduğuna baxırdılar. Yəni onların salih insanların həyatında tərəzi, Allaha yönəldəcəkləri ibadətlərdə onların Allaha hansı münasibət quracağına nə ilə qiymətləndirirdilər? Deyirlər ki, Allah nəyə layiqdir? Bir çoxumuzun, bugün bizim sahabələrdən, atbə-i tabinlərdən sonra gələn nəsillərdə onların kiçik gördüyü şeyləri onlar böyük görərdilər. Misal olaraq onların əməlləri nə qədər çox olsaydı da onlar kiçilərdilər əməllərin. Nə qədər əzəmətli olsaydı onları az görərdilər. Nə üçün onlar bu şeyə baş vururlar? Çünki insan bu şeyləri gözündə böyütdükdə o haqq hesaba yönələ bilmir. Çünki insan o şeyləri böyütdükdə o düşünür ki, nəyisə var. Nəyisə var. Nəsə qazanıb. Ancaq insan o şeyləri nə qədər kiçiltsə, Allah Taala'nın əzəməti qarşısında, Allah Taala'ya olan qulluq qarşısında, bu şeylərin çox-çox az olduğunu bildikdə insan həqiqətən pis sonluq haqqında doğru şəkildə düşünə bilir. Yenə deyirəm, əsas edəcəyimiz şey də odur ki, biz etdiyimiz əməlləri düşünməməliyik ki, nəsə bir dəyəri var, böyük bir dəyəri var. Çünki hətta Peyğəmbər sallallahu əleyhi və səlləm bir hədis gəlir. "Law anna rajulan yujarru ala wajhihi min yawmi wulida ila yawmi yamut haraman fi mardatillahi la haqqarahu yawmal qiyamah." Əgər bir insan doğulduğu gündən qocalıb ölənə qədər Allahın razılığını qazanmaq üçün üzü üstə sürünə yaşasa belə, qiyamət günü bunu az görəcək, dəyərsiz hesab edəcək. Yəni bu dünyada görsənənlər düşünməyin ki, axirət həyatında da eyni olacaq. Yəni bu dünyada ola bilərsən, nəyisə böyüdəsən. Mən 30 il əziyyət çəkmişəm. 30 il əziyyət çəkilən əziyyəti bir gündə vura bilərsən yerə. Bir dəfə danışdın, kifayət edir. Və ya 30 il çəkdiyin əziyyətdə bilinmirsən onun hansı şəkildə yerinə yetirmirsən. Nə qədər riya olub içində, nə qədər ixlaslı əməl etmirsən, xuşulu olmağına nə qədər əməl etmirsən, nə qədər insanlardan gizlətmirsən. Bu şeylər önəmlidir. Bəzən də ola bilər ki, kiçik bir əməl bizə gəlib əsərlərdə. İnsan kiçik bir əməllə böyük dərəcələri qazanır. Çünki dünya əhvalları ilə, qardaşlar, axirət əhvalları eyni deyil. O səbəbdən biz etdiyimiz əməlləri nə etməliyik? Biz Allah Taala'nın və Peyğəmbər sallallahu əleyhi və səlləm bizə xəbər verdiyi şeylər barədə düşünməliyik. Yəni Allah bizə xəbər verib ki, bizdən soruşulacaq. Adəm övladı bu şeylər barəsində soruşulacaq, haqq hesab çəkiləcək oyuna. Həmçinin başqa əsərlərdə gəlib ki, insan namazı barəsində soruşulacaq. İlk öncə.
Və biz nə etməliyik? Etdiyimiz əməlləri kiçik görməliyik. Niyə kiçik görməliyik? Çünki haqq hesabdan qorxaq deyə. Başa düşək ki, heç nəyimiz yoxdur. Əslində biz heç nə etməmişik. Allah Teala Quran-ı-Kərimdə deyir ki: "Və mə qaderullaha haqqa qadri." Onlar Allahı layiqincə qiymətləndirmədilər. Buna görə Peyğəmbər sallallahu əleyhi və səlləm bir hədisdə buyurur ki, biz sənin layiqincə tərif edə bilmərik. Sən özünü tərif etdiyin kimisən. Və həmçinin biz Allah Taala'nın ayəsində xəbər verdiyi kimi fələ tuzakku enfusakum. Nəfsinizi təmizə çıxartmayın. Çünki Allah nəfsini təmizə çıxardan qulları sevmir. Biz daim nəfsimizi günahkar görməliyik. Hətta bəzən elə də insanlar olub ki, mən görmüşəm müsəlmanlardan. Deyim, mənim nə günahım var ki? Halbuki bəzən insan hətta yediyində belə harama düşə bilər, hiss etməz. Danışığında da harama düşər, hiss etməz. Bu səbəbdən insan qəti olaraq öz nəfsini təmizə çıxartmalı deyil, heç bir şeydə. Bəzən də nəsihət edirsən, insan istəyir onu başqasına ötürsün. Yəni sən nəsihət etdikdə, o istəyir ki, o sifət onda olmasın. İnsan əslində, yəni mömin daha çox istəməlidir ki, ona nəsihət edilsin. Nə üçün istəməlidir mömin? Yəni nəfsini təmizə çıxartmalı deyil daim. İstəyir tək olduqda, istəyir ona nəsihət edildikdə, istəyir cəmiyyət arasında. Çünki o nəfsini təmizə çıxartdıqda o haqq hesaba yönələ bilməyəcək. İnsansa nəfsini daim günahkar gördükdə haqq hesaba yönələ bilir. Və Allahdan istəyim odur ki, Allah Teala daim bizi müvəffəq etsin ki, yəni öz haqq hesabımızı göz qabağında tutaraq və Allah Teala bizi bağışlasın qardaşlar. Bizi eşidib və fayda götürən qullarından qərar versin. Elhamdülillahi Rabbil alemin.